Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli şəhər xəstəxanasında yaradılmış yeni göz mərkəzinin açılışı olub. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, təbibin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov iştirak edib. Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni göz mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron-Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək. Qeyd olunub ki, mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tipli avadanlıqları ilə təchiz olunub. Mərkəzdə quraşdırılan angioqrafiya sistemi, retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Qeyd olunub ki, mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12 həkim olmaqla ümumilikdə 35 nəfər tibb və qeyri-tibbi işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq. Mərkəzdə torqişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makulopatologiyaları və refratik qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur. Yeni göz mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxtda üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq. Şəmistan Fikrətli, Bugün informasiya proqramı üçün.